Bir adam düşünün, pencəyi ilə 2000 insanı xilas edir, özü də cəmi bir neçə saniyə ərzində. Bu, tarixə yazılan, amma çox az adamın bildiyi bir qəhrəmanlıq hekayəsidir. Və bu hekayənin baş qəhrəmanı Azərbaycanlı Əli Xacəvidir. Xacəvi həmin hadisəni belə nəql edir. Onda 32 yaşım var idi. Yol ilə gedəndə gördüm ki, dağın uçması nəticəsində dəmir yolu bağlanıb. Qarşıdan qatar gəlirdi. Düşündüm ki, bu qatarı necə saxlaya bilərəm? Əlimi cibimə atıb kibrit tapdım. Əslində mən siqaret çəkmirəm, amma gördüm ki, Allahın lütfündən cibimdə kibrit var. Dərhal pencəyimi çıxarıb yandırdım və ağaca keçirib qaldırdım. Sonra tüfəngimi götürüb atəş açdım. Həm yanğını, həm də atəş açdığımı görən maşinist qatarı saxladı və beləcə qaya ilə toqquşmaqdan xilas oldu. Sərnişinlər deyirlər ki, əgər qatar o sürətlə qaya parçası ilə toqquşsaydı, içəridəki 2000 sərnişinin hamısı ölə bilərdi. İranda tarixin ən dəhşətli qatar qəzalarından birinin qarşısını alan Əli Xacəvi ömrünün son illərini ağır şəraitdə keçirir. O, aclıqdan və səfalətdən əziyyət çəkir. Hətta dərman almağa belə pul olmur və 2017-ci ildə Təbrizdə ehtiyac içində vəfat edir. Ruhu şad olsun.